Qızlar, necəsiz, axşamınız xeyir. Sabahları bizim çox gözəl çiyələk festivalımız olacaq və festivalda Ariflame stendi də yerləşdiriləcək. Ona görə də biz Ariflame əməkdaşları olaraq komandamızdakı bir neçə xanımla həmin festivala qatılacağıq və burada o festivala gələn qonaqlar üçün yəni hədiyyələrimiz olacaq. Bu məndə əldə olan kiçik mini hədiyyələrdir. Yəni probniklər falan da olsaydı əlavə edəcəydim. Ancaq bu qədər məhsul olduğuna görə bunlardan əlavə edəcəm. Deməli belə bir kartlar çıxartmışam adət üzərində. İndi bunu kəsib hazırlayacağım. Daha sonra bununla yəni paketlərin üzərinə tikmək istəyirəm və paketləri isə bu məhsullardan bir ədəd yəni qoyub hədiyyə verəcəm ki, kimlər Ariflame sevərlərdirsə, Ariflame məhsullarını istifadə etmək istəyirlərsə və ya qeydiyyat olmaq istəyirlərsə, baxın burada nömrələrimiz qeyd olunubdur. Baxın komandamızdan olan Günel xanım üçün vizit kartı hazırlatdırmışam. Samirə xanım üçün, daha sonra öz adım var, sonra Firəngiz xanım var. Yəni bu şəkildə komandamızın yəni elanları olacaq, paylaşacağıq. İndi bunları kəsib hazırlayacağım. İnşallah ki, sabahları möhtəşəm bir gün, festival, gəzinti bizi gözləyir. Beləcə, Ariflame gözəl məhsullarını hər kəs tanımalıdır, hər kəsə təqdim eləməliyik. Yəni gözəllik cəmiyyətinə hər kəs üzv olmalıdır. Ona görə də Ariflame-i maksimum şəkildə hər bir yerdə reklam eləmək lazımdır ki, bilməyənlər də məlumatlı olsun ki, Ariflame-in hansı imkanları var. Bildiyiniz kimi Ariflame biznes qazanc planı var. Tək məhsul satışı, alışı deyil. Düzdür, məhsulları İsveç brendidir. Hər biri keyfiyyətli məhsullardır. Ancaq ki, yəni tək məhsul dövriyyəsi satışı deyil. Yəni burada da nəhəng illərdə dərin biznes quran liderlər var. Yəni onlardan biri də siz ola bilərsiniz.